Salam. Bugün biz Gülnarə ilə yenə bir araya gəldik. Bizim üçün maraqlı və çox vacib olan bir mövzunu danışmaq istədik. Biz bugün danışacağıq niyə bizi incidən insanlardan ayrıla bilmirik? Yəni travma bağlılığından. Salam Gülnarə. Salam Əfsun. Həmsöhbətim Əfsanə Tahirova və mən müstəqil araşdırmacı və mən Gülnarə Əkbərova, psixoloq. Bugünkü söhbətimiz bir dərs deyil, bir terapiyanı əvəz edəcək bir proqram deyil. Sadəcə bu haqqda bizə çox maraqlı olduğu üçün və düşünürəm ki, sizə də maraqlı ola biləcək. Bunu bir müzakirə eləmək istədik ki, biraz məlumat verək. Trauma bonding nədir? Yəni ilk dəfə trauma bonding, Yəni travma travma bağlılığı. bağlılığı terminini elə bil ki, elmə gətirən bir araşdırmacının bu araşdırmaya verdiyi adıdır. Nə üçün biz bizi incidən insanlardan ayrıla bilmirik və mən bununla gündəlik işimdə çox rastlaşıram. Və bilirsən əslində ən çox nə deyirlər bu incidən münasibətdə olan insanlar ki, mən şuurumla başa düşürəm ki, Hmm. bu münasibət məni incidir. Və Hmm. hətta mən heç bir rəfiqəmə, heç bir dostuma, heç bir qohumuma belə bir münasibət arzulamaram. Hmm. Amma mən onu qoyub gedə bilmirəm. Yenə və yenə mən bu münasibətə qayıdıram, baxmayaraq ki, orada ruhum inciyir, bədənim inciyir Hmm. və xoşbəxt deyiləm. Amma gedə bilmirəm. Bax, bu ola bilər ki, travma bondingdir. Necə tanıyaq ki, bu travma bondingdir? Hmm. Birinci onu deyim ki, bu ilk tədqiqat niyə edildi? İlk tədqiqat zorakı münasibətlərdə olub çıxmış, zərər çəkən qadınlarla edilmişdi. Və həmin zamanlarda, əslində indi də var bu miflər ki, əgər bir qadın zorakılıqda qalırsa, bu ona görədir ki, o bunu seçir, zorakılıqda olmaq onun xoşuna gəlir, belə həyat ona daha uyğundur deyirlər. Və yaxud da deyirlər ki, o sadəcə maliyyə cəhətdən asılıdır, ona görə qalır, sosial status cəhətdən asılıdır, ona görə qalır. Ancaq tədqiqatlar göstərir ki, və real hadisələr göstərir ki, maliyyə cəhətdən asılı olmayanda da, sosial status cəhətdən asılı olmayanda da, bizi ailəmiz, sevdiklərimiz qəbul edəndə belə biz zorakı münasibətlərdə qalıb çıxa bilmirik, çünki orada ekstra bir şey baş verir. Bax, bunu adlandırmaq üçün, bunu anlamaq üçün ilk tədqiqatı eləmişdi Dutton və Painter. Kanadada psixoloqlar etmişdilər və onlar bunu travma bağlılığı adlandırmışdılar ki, həm bunun bir qadının bir patologiyası olmadığını izah etsinlər, həm də bunu qadının seçimi olmadığını, yəni şuurlu bir seçim olmadığını izah etsinlər, adlandırsınlar ki, ondan çıxa bilməyə daha düzgün dəstək verə bilsinlər. Ona görə belə bir termin yarandı və ondan sonra tədqiqatlar daha da çoxaldı. İndiyə kimi davam eləyir bu sahədə tədqiqatlar və travma bağlılığında olduğumuzu necə bilə bilərik? Buydu sənin sualın, Hı yoxsa hı. niyə biz giririk ora? Yox, yox. Məhz travma bonding nədir? Hı hı. Necə bilək ki, məsələn, sən dediyin kimi bu tədqiqatlar zorakılıqla əlaqədar bir araşdırma idi. Çünki zorakılıqda da, məişət zorakılığında belə bir termin var, cycle of abuse. Yəni Hə. ə, Zorakılığın zorakılığın döngüsü. döngüsü və Hmm. ə, hər dəfə zorakılıqda yaşayan qadına bu döngəni başa salırdılar ki, bax indi yaxşıdırsa, o demək deyil ki, həmişə düzələcək. Bu deməkdir ki, müəyyən bir zorakılıq baş verir, müəyyən bir müddət barışıq olur, balayı deyirlər ona. Sonra yenə müqavimət böyüyür və sonra yenə zorakılıq olur və bu davamlı olaraq təkrarlanır. Amma baxmayaraq ki, qadınlara, bu zorakılıq yaşayan qadınlara bunu başa salırdılar, yenə də o münasibətdən çıxa bilmirdilər və burada maraqlı idi ki, əgər insan başa düşür və insan ruhi xəstə deyil, savadlıdır, biliklidir, imkanı da var, amma niyə çıxa bilmir? Hmm. Nədir bunların fərqi? Niyə məsələn bəziləri zorakılıq olan ailədən çıxa bilir, bəziləri isə yenə və yenə ora qayıdır. Çünki burada bir bağlılıq yaranır. Hmm. Burada da əslində nəyi demək istəyirəm? Çox vacibdir bunu vurğulamaq. Çox vaxt
travma bondingdən danışanda ya travma bağlılığından danışanda elə bilirlər ki, iki travmalı insan Hmm. bir-birinə bağlanır. Hə, 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 O hə. deyil. O O deyil. demək deyil ki, sənin uşaqlıqda travman olub və bu insanın uşaqlıqda travması olub və siz bir-birinizə can yandırdığınız üçün bağlanırsınız. Yox. Travma bondinqin özünə məxsus bir kriteriyaları var. Hı hı, hı hı. Hə, Okay. o zorakılığın döngüsünün olması, sonra o pis, yaxşı pis münasibət biz təhlükədə hiss eləyirik, Hı stress səviyyəmiz qalxır, ondan sonra küsmək, ondan sonra barışanda yaxşı münasibət, stress səviyyəmiz aşağı düşür, biz təzədən sevilən hiss eləyirik özümüzü və bu döngünün içində buna deyirik sanki davamlı bir şey bizdən alınır və sonra bizə o geri qaytarılır. Nəsə bizdən alınır və sonra sanki bizə mükafat verilir hı. barışanda. Sanki təzədən bizə nəsə verilir və davamlı bu döngünün içində o sevgisizlikdə də o mükafatı alacağımızı gözləyirik ki, barışacağıq, hər şey düzələcək və mən o ilk əvvəldəki o nağıla, o böyük sevgiyə təzədən qayıdacağam. Və biz barışanda da baş vermiş bütün pis şeyləri unuduruq, onları Hı silirik və deyirik ki, gördün, hər şey düzəldi. Deməli, bundan sonra hər şey yaxşı olacaq. Yəni hı. travma bağlılığında əsas məsələ odur ki, biz təhlükəli yerdə təmas axtarırıq. Təhlükəni yaradanla təmas axtarırıq. Hı hı. Təhlükəni bizə yaradandan güvən və təhlükəsizlik istəyirik. Əsas məsələ budur. Ağrı və sevgi Hı eyni hı. mənbəyə Hı hı. birləşir. Hı hı. Təhlükə və sevgi, ağrı və şəfa eyni mənbədən sanki gələcək. Çünki biz insanlar özümüzü təhlükədə hiss eləyəndə başqa insanlarla birlikdə olmaq Hı istəyirik də, hı. onlarla təmas istəyirik, onlarla güvən istəyirik. Travma bağlamında məsələ budur ki, təhlükənin mənbəyi ilə təmas istəyirik. Ona bağlanmışıq, ondan təhlükəsizlik istəyirik. Hı hı. Və bu işləməyən bir mexanizmdir də. Biz bunun içində davamlı fırlanırıq və bizə ağrı verənin bizim şəfamız olduğuna inanırıq Hı hı. və biz o travma bağlılığında qalırıq. Və travma bağlılığı digər məsələn asılılıqlara bənzəyir də. Yəni beynin bənzər sistemləri aktivləşir o. Dopamin sistemi, o mükafatlandırma sistemi ki, barışacağıq və hər şey düzələcək. Hı hı. Məni yenə o sevəcək, həmin sistem. Amma niyə buna ayrıca bir ad verdilər? Ki digər asılılıqlardan bunu fərqləndirsinlər. Məsələn, qumar asılılığı deyək ki, var və orada da dopamin Hı sistemi hı. işləyir. Hı hı. Amma orada sən bir obyektə Hı hı. fokuslanırsan və oradan mükafatlandırma istəyirsən. Travma bağlılığında isə sadəcə mükafatlandırma və o asıllıq vasitəsilə sinir sistemini tənzimləmə deyil məsələ. Hı Sən hı. həm də güvən istəyirsən, sən həm də təmas istəyirsən. Və Yəni bir sanki sənin insana bağlılıq. yeganə resursun bu adamdır. Hə. Belə bir Sağ qalma bilmirəm. modundasan Hə. sən, sağ qalmaya giribdi bədənin o təhlükənin içində və səni bu təhlükədən bu adam çıxara bilər ancaq. Və o səni qoyub gedərsə, sən yaşaya bilməzsən. Kimi bir mexanizm orada yaranır, ona görə buna ayrı bir ad verdilər ki, bu artıq adlandırılsın və biz başa düşək niyə biz bunu edirik ki, biz bundan çıxmağın da yolunu artıq çizə bilək. Hı hı. Hı hı. Yəni mənim üçün məsələn travma bağlılığı ilə bağlı tədqiqatlarda öyrəndiyim ən əsas bir şey, mənim özüm də çünki travma bağlılığına girib çıxmış biriyəm, sən bilirsən. Mən özüm də. Hə, hə. Yəni mənim üçün ən böyük orada hissə o idi ki, sevgi və təhlükə bir adamda birləşib. Ağrı və şəfa mənim gözümdə bir adamda birləşib və məni ağrıdandan məni sağaltmasını gözləyirəm. Mənə təhlükə yaradandan məni sevməsini gözləyirəm. Orda Hı travma hı. bağlı. Hı hı. Travma bağlılığın gəl bir iki dənə nümunəsini verək, çünki bizi dinləyənlər də başa düşsün. Necə bir münasibətdir? Məsələn, bir cütlükdə biri daha güclü olur, o birisi daha ona bağlı olur. Hə, Müəyyən güc səbəblərdən disbalansı da. güc Güc. disbalansı olur. Müəyyən bir asıllıq var.
fiziki ola bilər, Maliyyə maliyyə asılı. asılılığı ola bilər. Ümumiyyətlə ailəni saxlamaq istəyi ola bilər və partnyorlardan biri o birisindən bu güc balansını istifadə edərək onu manipulyasiya edir. Deyək ki, qadağalar qoyur, dostlarınla görüşməyə imkan vermir və müəyyən fiziki, emosional və mənəvi zorakılıq tətbiq edir. Amma partnyor ayrılmır və başlayır özünü sübut eləməyə ki, mən yaxşıyam, mənim dostlarım yaxşıdır, mənim ailəm yaxşıdır və eyni zamanda da bu zorakılıq törədən insanı da öz dostlarının, ailəsinin qarşısında müdafiə etməyə çalışır ki, yox siz onu tanımadınız, siz onu bilmirsiniz, o belə demək istəmirdi, o yaxşı insandır. Bax bu çox belə parlaq bir nümunədir ki, nə zaman ki ehtiyac duyursunuz ki, öz partnyorunuzu başqalarının qabağında daimi müdafiə edirsiniz, hansı ki sizi incidir, hansı ki siz özünüz də bu davranışla razı deyilsiniz, amma ona bəraət qazandırmağa çalışırsınız ki, axı o yaxşı insandır, axı o məni belə sevir, axı o mənə belə hədiyyələr verir. Çünki həqiqətən bunlar da olur. Yəni travma bağlılığın bir neçə mərhələsi olur. Bir gündə yaranmır bu travma bağlılığı. Bir partnyorla bir münasibətin əvvəlində yaşadığınız love bombing deyirlər ona məsələn. Çox Sevgi bombardımanı. sevgi bombardımanı. Yəni aşırı bir qayğı, artıq dərəcədə bir hədiyyə verməklər, sənin qayğına qalmaq, sənin istədiklərini yerinə yetirmək, nağıllardakı kimi bir davranış. Ümumiyyətlə biri sizə nağıllardakı kimi davranırsa, ona çox diqqət verin ki, nə üçün? Niyə belə bir mütləq səni əldə etməliyəm kimi istək var? Bu artıq bir balaca sizi maraqlandırmalıdır ki, niyə bu qədər güc sərf olunur ki, məhz mənimlə məhz bu münasibət alınsın. Çünki Ümumiyyətlə ilk başlardakı o kəskin aha, duyğular və kəskin emosiyalar ki yaranır, orada artıq sorğulamaq lazımdır. Çünki tanımadığımız insana qarşı dəhşətli kəskin reaksiyalar verirsə bədənimiz. Çünki mən indi bədənlə işlədiyim üçün mən bədənin hissiyatları və reaksiyalarına çox qulaq asıram və başa düşürəm indi artıq, yəni yenə də bir travma bağlılığında olmuş və çıxmış biri kimi ki, o bizə ki öyrədilən işarələr ki var, ürəyim titrəyir, əllərim əsir, beynim dumanlanır. Bu kəpənəklər. nədəmdə kəpənəklər o insanı ilk görəndən bəri. Hı Bu əslində bədənimin stres reaksiyasıdır. hı. Çünki güvənli mühitlərdə bədən bu reaksiyanı vermir. Daha sakit olur. Hı hı. Bədən tanıdı. Kim ki onu incidəcək, onu tanıdı. Çünki burada çox maraqlıdır. Bədən ona sürətlə yaxınlaşanı istəmir. Bədən istəyir ki, yavaş-yavaş yaxınlaşaq. Bir-birimizi tanıya-tanıya, mən səni görüm, mən sənin yaxşı biz bütün xüsusiyyətlərini tanıyım, mən sənin o gizli istəklərindən agah olum, sənin çətin situasiyalarda özünü necə aparacaqsan, onu bilim və həqiqətən təhlükəsizlik bir mühitindəyəmmi? Bu Hə, insan yavaş-yavaş. təhlükəsizdirmi? Onu bilim və sonra bir yaxınlaşma edək. Bunun üçün bədən əslində reaksiya verir sürətli yaxınlaşmaya. Biz isə kitablara, romantik kinolara, bu mediadakı gördüyümüz nağıl kimi münasibətlərə öyrəşdirilmişik deyə bunu yaxşı bir şey kimi qəbul edirik. Əslində iki sağlam insan bir münasibətə girməyə tələsməməlidirlər. Tez tələmsi o biri insanı mənim özümki edim, mənimki edim, mənimlə bir sözlü münasibətə girsin. Bu o deməkdir ki, bu cütlükdən ikisindən ya biri o qədər də sağlam deyil psixi cəhətdən və ya ikisi də çox bağlılığa meyillidirlər. Qeyri-sağlam bağlılığa meyillidirlər. Burada bir şeyi də qeyd eləmək istəyirəm. Bu
travma bağlılığını digər asılılıqlardan ayırmaq səbəblərindən biri də oradakı o travma elementidir. Hı hı. Çünki həmişə yox, amma bir çox hallarda o uşaqlıq travmalarımızın mövcudluğu ə, zəmanət verir ki, biz travma bağlılığına girəcəyik. Yəni o şəraiti bizim üçün yaradır uşaqlıq travmalarının mövcudluğu Hı. ki, biz travma bağlılığına girəcəyik. Yəni bu insan bizim daxili dünyamızın mozaikasına otura bilir. Hı hı. Ora yerləşir. Oradakı o evdəki mühiti bizimlə birlikdə yenidən yaradır. Hı hı. Ona görə o kim ki bizə ilk baxışdan, ilk ünsiyyətdən belə tanımırıq heç onu. Amma Amma çox sanki doğma həmişə gəlib. tanımışam. Həmişə tanımışam. Ev kimi mənə Hı hı. gəlirsə Hı və hı. evim təhlükəsiz yer deyil idisə, o zaman mənə ev kimi gələn əslində yaxşıya işarə deyil. Hı Orada artıq bir sorğulamalıyam ki, mənim bədənim tanıdı. hı. Deməkdir ki, o mühiti mən yenidən yaradacağam. Amma bu da bir əslində şuuraltımızın ə, o mövcud olmuş o mühiti, o mühitdə aldığımız yaranı sağaltmaq istəklərindən biridir də. Qayıdacağam, Hı bu hı. dəfə çözəcəm. Okay. Demək ki, birinci mərhələ bu love bombingdir. Ki mən səni Sevgi sevirəm, bombardmanı. sən hə, sevgi bombardmanı, sən nə istəyirsənsə mən onu edəcəm, necə Hı. istəyirsənsə davranacam. Sən nə Heç vaxt sənin istəyirsənsə. kimi bir insana rastlamamışam. Bu Bu çox əslində çox maraqlıdır. Bu çox çox maraqlı şeyə toxundu. hə, Səni kimisini heç vaxt heç vaxt görməmişəm, səni görməmişəm. kimisi yoxdur. Sən hamıdan gözəlsən. Bakıda səni kimi qız yoxdur. Hı. Bu günə qədər gördüyüm qadınlardan ən gözəli, ən ağıllısı, ən təmizi, ən mülayimi, ən mehribanı sənsən. Hı. Bax, burada da biraz diqqətli olmaq lazımdır ki, nə üçün? Hı. Nə üçün Amma mən hamıdan insanıq da bu istəyirəm? Hə, dəyərli və seçilmiş və özəl olmağı çox istəyirik. hə. Və burada da biz Ona görə o siqnalı ötürə bilirik. bunu amma yadda saxlayın. Yəni əvvəldə o sevgi bombardmanı, sonra sən idealsan. Sən hamıdan yaxşısan, sən hamıdan gözəlsən və partnyor artıq bu münasibətə yaxınlaşır. Münasibətə yaxınlaşan kimi və o biri tərəf hiss edən kimi ki, artıq mən bunu əldə elədim, Hı. ton dəyişir. Münasibətin tonu dəyişir. Başlayır səndə qüsur axtarmağa. Hı. O qədər də ağıllı deyilsən. "A, sən bunu bilmirsən, mən bilmirdim. Sənin burnun çox uzundur. Sən biraz daha arıq ola bilərdin. Sən niyə belə köksən? Bax, filan kəs gör necə incədir. Sən belə incə deyilsən." Və artıq başlayır o insanın içində partnyorun a, bir ay bundan əvvəl sevgi bombardmanlığına tutan insan bu gün səndə qüsur tapır və ə, travma bağlılığa girən insan nə düşünür? Mən qaytarmalıyam o sevgini. Hı. Mən sübut eləməliyəm ki, yox, məndə qüsur yoxdur. Mən həmən oyam. Hı. Hansı ki, yəni əvvəlcədən bu tələyə düşməsəydi, ki mən ən gözələm, ən maraqlıyam, ən ağıllıyam, Hı. yenidən bu sevgiyi qaytarmağa ehtiyac da lazım olmazdır. Hı. Yəni özünü real tanıyan, özünün güclü hisslərini, zəif hisslərini bilən insan və uşaqlıqda o travmanı yaşamayan bir insan reaksiya vermir. Bu yaxınlaşma, uzaqlaşma. Bu da travma bondinqin bir kriterilərindən biri olur. Yaxınlaşma, uzaqlaşma, tərifləmə, qınama. Hı. Yuxarılara qaldırır, göylərə qədər səni tərifləyir, sonra bir gündə deyir ki, Hı. sən niyə belə kütsən, sən niyə belə savadsızsan, işte necə yəni, axı sən deyirdin mən hamıdan ağıllıyam, mən səni tanımamışdım. Və hiss edəndə ki, siz artıq o güvəni itirmisiniz, yenidən sevgi bombardmanına qayıdır. Və bu devriyəni bir neçə dəfə təkrarlayandan sonra artıq insan bu istəklə, bu gözlənti ilə yaşayır ki, indi pis olsa belə bu birazdan yenə məni sevəcək. Bu birazdan yenə məni tərifləyəcək. Bu birazdan yenə mənim ən yaxşı, ən gözəl, ən bacarıqlı olduğumu deyəcək. Və bu inamla yaşayır. Hı. Bu gözlənti ilə yaşayır. Və ən təhlükəli fəsadı da odur ki, getdikcə qınamalar daha uzun sürür.
tərifləmə və sevgi daha az olur. Yəni əgər Hə, əvvəldə zorakılıq həmişə 80% çoxalır. sevgi idirsə, 20% qınama idi. Bu müddətdə qaldıqca 80% qınama olur, 20% sevgi. Bəs artıq və sonunda artıq tam o travma bondinqə girəndə bread crumbles deyirlər. Yəni çörək Qırıntılar. qırıntıları qədər Hmm. bir Yəni sevgi ehtiyacı var. bəli və Onu artıq gözləyirsən. bizim üçün güvəndə olmaq o deyil harda ki biz sevgi və qayğı alırıq. Güvəndə olmaq odur ki, bu gün dava olmadı. Mhm, Bu gün məni incitmədi. mhm, Bu gün nisbətən sakitlik oldu. mhm, Standartlarım o qədər aşağı düşür ki, artıq o qırıntını belə mhm, ə, sakitlik və güvən hesab eləməyə mhm, başlayır. mhm, Və gedə bilmirəm, mhm, çıxa bilmirəm. Budur. mhm, Buna görə biz buna travma bağlılığı deyirik. Hətta yenə deyirəm, maliyyə cəhətdən müstəqil olsam belə, mhm, ailəm və dostlarım məni qorusa və qəbul etsə belə, hər cür dəstəyim olsa belə, yenə də mən qalıram və getmirəm ki, düzələcək, düzəldəcəm. mhm, mhm. Mən elə biri olacam ki, Aha. məni sevəcəklər. Mən o Mhm, qədər sevəcəm ki, məni geri sevəcəklər. Və travma bağlılığında olanda zorakılıqdan zərər çəkən biziksə, biz həm də qarşı tərəfin başlayırıq davranışlarını təhlil etməyə, onun uşaqlıq mhm, travmalarını anlamağa mhm, çalışmağa, mhm, ona sanki bəraət verməyə çalışmağa ki, o bu cürdür. Ona görə ki, onu uşaqlıqda çox mhm, incitiblər, mhm, ona mhm, görə ki, o belə böyüyüb, belə mhm, sosiallaşıb və sair və ilaxır və biz orada əlavə bir sevgi veririk, başa düşürük və özümüzü tərk eləyirik. mhm, mhm. Və biz artıq, yəni bu münasibətdə, travma bağlı münasibətdə olan insanlar, qurbanlar insanla deyil, ümidlə yaşayırıq. Hmm. Yəni artıq necə bir insanla olduğumuzu dərk eləmirik, təhlil etmirik. Biz bir ümidlə yaşayırıq ki, mən hər şeyi düzgün eləsəm, cavab qaytarmasam, onun istədiklərini eləsəm, vaxtında hər şeyi düzgün etsəm, bir gün xoşbəxt həyat yaşayacağam. Amma bu belə olmur, çünki zorakılıq törədən insanlar dəyişmək fikri belə yoxdur. Onları sadəcə durdurmaq olar və ya o münasibətdən çıxıb getmək olar. Yəni durdurma yolu budur. Okay? Yəni travma bağlılığını anlamaq üçün burada bunu yadda saxlayın. Mütləq bu disbalans olacaq. Sevgi, qorxu, sevgi, qınama, sevgi, zorakılıq. Və burada çox travma ilə işləyən insanlar bunu bilirsiniz nəyə bənzədirlər? O kazinolarda avtomatlar olur, oyun avtomatları. Sən oyun avtomatında hər dəfə uçsan, kazino bankrot olar. Bunun üçün sən elə bil 5 dəfə uduzursan, bir dəfə udursan. 5 dəfə uduzursan, bir dəfə udursan və nə üçün insanlar kazinoda ilişib qalır? Nə üçün bu asılılıq yaranır? Çünki biz baxıb bir dəfə qazanmağımızı görürük. O 5 dəfə uduzduğumuzu görmürük. Təhlükə burdadır. Və travma bağlılığı da eyni bu mexanizmdən işləyir. 2 həftə dalaşacaqsınız, sonra 3 gün sizi sevgiyə, hədiyyələrə, uşaqlara qarşı ekstra qayğıya, buna göstərəcək sizi və siz deyəcəksiniz ki, yox, yox, bu yaxşı insandır. Axı bu yaxşı insandır. Axı mən onu Hər sevirəm. şey Məni düzəldi. sevir, hər şey düzəldi. Sonra yenə başlayırlar sənə qarşı sayğısızlıq, sənə qarşı üzr istəyirəm, hörmətsizlik, acı sözlər, alçaldıcı yanaşma, hətta fiziki zorakılıq da olur. Yenə müəyyən bir müddətdən sonra, qırğınlardan sonra yenə o bir balaca gülümsəyən üz, yaxşı vaxt keçirmə, hədiyyələr və insan o kazinodakı kimi ilişir. Bu münasibətə elə bil ki, ə, bağlanır qalır. Amma əslində faizlə baxsaz, həyatımızın daha çox hissəsi alçalma, zorakılıq, emosional yadlıqla keçir. Sizə yad olan bir insanla, sizin emosional ehtiyaclarınızı doldura bilməyən bir insanla
yanında qalıb ümidlə yaşayırsınız ki, bir gün istədiyim həyat Hı. olacaq. Amma özünüz də bilirsiniz ki, olmayacaq. Hı. Amma Burada yenə də bir əlavə eləyim ki, o kazinodakı o dopamin sistemindən əlavə olaraq burada bağlılıq sistemi də aktivdir. Oksitosin sistemi. hə, Kazinoda o sistem aktiv deyil. Orada kazino sən mükafatlandırma maşına və bağlanamırsan, hə, amma maşına bağlana bilməzsən. hə. Amma insanla münasibətdə ekstra bu hissələrdə aktivləşir və biz çox bağlanırıq və orada artıq bizim güvən yerimizdir. Hı -hı, Sanki evimizdir bizim sanki. hı -hı. Ə, burada interesli, maraqlı bir məqama toxundun. Bunu da mən çox vaxt eşidirəm sessiyalarda qurbanın qohumları və ya dostları tərəfindən ki, axı o çox yaxşı bir ailədə böyüyüb. Axı onu ailədə heç vaxt incitməyiblər. Necə ola bilər ki, onda olan o travma, hansını ki biz hiss etmədik, biz görmədik, bunu bu insanın yanında qalmağına vadar edir. Uşaqlıqda keçirdiyimiz travma və öz bağlılığımız ə, buna təsir göstərir. Şərt o deyil ki, uşaqlıqda mütləq döyülməlisən və ya nəsə bir zorakılıq, cinsi bir zorakılıq olsun ki, bunlar da ola bilər. Amma bunlar olmasa belə, ə, uşaq yenə də zorakılıq görürsə belə, yəni ailədə zorakılıq varsa, qorxu varsa, ailədə başqa kiminsə ehtiyacları daha üstündürsə, ailədə asılılığı olan bir insan varsa, ailədə emosional bağlılıq yoxdursa, bu da bir travmatik bir beyin yaradır. Və burada bir neçə dənə əsas inanclar yaranır. Yəni belə bir travmatik mühitdə böyüyən uşaqda bir neçə əsas inanclar yaranır ki, hansılardır? Məsələn, məni tərk edəcəklər. Nə zaman yaranır belə bir inanc? Əgər ailədə kimsə vəfat edir, böyük bir travma yaşanılır və ya kimsə tərk edir, gedir və ya məsələn çox sadə uşaq çox balaca vaxtından bağçaya verilir və ya baba nənəyə verilir və o anda uşağın beynində o inanc yaranır ki, məni tərk etdilər. Və məni tərk edəcəklər. Mən özümü gərək o qədər yaxşı aparım ki, məni artıq tərk etməsinlər. Və necə bir insana bağlanır sonra bu travmanı yaşayan uşaq? Əlçatmaz olan bir insan, gec-gec cavab yazan bir insan, onu uzaqlıqda saxlayan bir insan. Məsələn, siz ona mesaj yazırsınız, o sizə 3 gün cavab vermir və bu travması, tərk edilmə qorxusu olan, travması olan insan məhz belə bir insanları seçir. Və Əlçatmaz yaxud da olan. cavab versə belə, aranızda emosional məsafə var. Tam yaxınınızda deyil. Fiziki ordadır, amma Hı -hı. emosional olaraq orada deyil. Bu uzaqlıq da həmin o uşaqlıq mühitini xatırladır ki, Xatırladır, tanıyır. Beyin ətrafımdadırlar. tanıyır bunu. Tanıyır, hə, çoxlu insan var ailəmdə. Hər kəs, yəni ətrafım insanlarla doludur, amma məni duymurlar. Hı -hı. Uzaqdayam Hı onlardan -hı. sanki. Hı -hı. Bax bu mühiti də biz yenidən yarada bilir. Çünki vacib deyil ki, fiziki zorakılıq olsun, sən dediyin kimi, vacib deyil ki, cinsi zorakılıq olsun. Yəni o uşağın görülməyə, duyulmağa, Hı -hı. dəyər görməyə olan ehtiyacı ödənmirsə, o özəl hiss etmirsə, doğulduğu evdə, ailədə Hı -hı. o ehtiyac ac qalırsa, Hı bax -hı. o bu travmanı ona verə bilər. Yəni Hı -hı. ə, biganəlik də, yəni bu qəsdən də edilmir. Yəni Hı -hı. ailələr, Hə. valideynlər, insanlar bir çox hallarda qəsdən uşağa biganə qalmırlar. Onların özlərinin də həyatlarında bir çox şey baş verir, resursları yoxdur. Onların özlərini heç vaxt o qədər dərindən duymayıblar deyə onlar onu sonrakı nəslə ötürə bilmirlər. Amma nəticədə bu travmanı biz alırıq o Hı -hı. biganəlikdən və Hı yaxud -hı. da zorakılıqdan və s. Hı alırıq və -hı. sonra bu mühiti yenidən yaradırıq da. Yəni buna İngiliscə deyirlər trauma reenactment. Hı -hı. Travmanın yenidən yaradılıb icra edilməsi sanki. Amma mütləq Buna travmalı mı ehtiyac var. olmalıyıq travma bağlılığına girmək üçün?
Yox, mütləq deyil ki, Aa, bütün travma bağlılığında olan hər kəs travmalı olmalı deyil. Çünki ən çox travma bağlılığına girmək ehtimalı yüksək təşvişli bağlılığı hı olanlardır. hı, hı Anxious hı. attachment. Ən yüksək budur. Amma bu o deməkdir ki, güvənli bağlılığı olan, yəni secure attachment olan heç vaxt girməyəcəkmi travma bağlılığına? Belə bir qarantiya yoxdur. Hı hı. Okey, gəl onda bunu daha başa düşüləcək bir versiyasını Hı hı, müzakirə eləyək. Deməli, burada üç məqam var. hı Üçü hı. də vacibdir. Birincisi attachment, yəni bizim bağlılığımız hansıdır? Bağlılıq tipimiz. Bağlılıq tipimiz secure attached, yəni Güvənli güvənli bağlı. bağlılıq, ə, təşvişli bağlılıq və ya tərk edən bağlılıq. Bu artıq bizim bağlılıq növümüzdür. İkinci məqam ə, Və yaxud da bu qarışıq da var da orada. qarışıq da Mesela var. qarışıq. Okay. Çox sadə formada deyirəm. Ona görə Başa. bu üç. Çünki qarışıq da var, ambivalent də var. Bu bir, attachment, yəni bağlılıq, bağlılıq tipimiz. İkincisi, yaşadığımız o travmatik mühit və inanclarımız. Hansının ki içində əsas inanclar nədir? Tərk edilmə, emosional tənhalıq, ə, hər şeylə razılaşma, fiziki və cinsi zorakılıq, ə, dəyərsizləşdirmə, mən dəyərsizəm inancı, mən Sevgi üçün çabalamalıyam. mən defektivəm, mənim nəsə Qüsurluyam. qüsurum var, qüsurluyam və bir də uğursuzluq. Mən uğursuzam. Bax bu əsas inanc deyirlər, core belief. Bunlar varsa, bu da sənin daha meylli olduğunu göstərir. Yəni şərt o deyil ki, bunun 7-si də olsun ki, səndə travma bağlılığı yaransın. Ə, emosional gərginlik varsa ailədə, uşaq artıq o anda düşünür ki, mən nə edim ki, ə, məni incitməsinlər və ya məni görsünlər. Və burada hansı inanc yaranırsa uşaqda, ona əsaslanaraq da qeyri-sağlam bir insan tapacaq özünü. Yəni ona qarşı dəyərsizlik nümayiş etdirən, onu alçaldan, onu uğursuzluğunu gözünə soxan, yəni ah bax burada sən bacarmadın, bax bunu eləyə bilmədin. Ona qarşı soyuq davranan və ona qarşı zorakılıq tətbiq edən, yəni öz əsas inancı hansıdırsa, ona uyğun da özünə partnyor axtaracaq. Və baxacaqsan ki, otaqda 10 dənə müxtəlif partnyor imkan var, müxtəlif insanlar var. Bu gedəcək məhz beyni tanıdığı o travmalı olan insanı tapacaq. Onun o travmasına uyğun olan o insana gedib yapışacaq. Çünki məsələn emosional gərginlik yaşayan, emosional tənhalıq, emotional deprivation deyirlər. O tənhalığı yaşayan uşaq məhz gedib emotionally unavailable, yəni emosional tərəfdən qeyri əlçatan olan bir insanla mütləq münasibət qurmaq istəyəcək. Niyə? Çünki beyin bunu tanıyır artıq. Okay? Bu ikinci məqam. Yəni birincisi bizi bağlılıq tipimiz, ikincisi bizim o əsas inanclarımız, uşaqlıqda yaşadığımız travma və üçüncü partnyorun öz psixoloji tipi. Çünki məsələn narsistik, psixopatologiyaları olan insanlar da bilərəkdən travma bağlılığı yaradır. Və burada hə, sizin travmanız olmasa belə, amma çox asanlıqla hər şeyə inanan bir insansızsa, belə bir qeyri-sağlam insanla münasibətə girəcəksiniz. Çünki onlar artıq insanı necə zəbt eləmək lazımdır, çox yaxşı bilir. O Yəni istəyirəm burada o dərin ehtiyacımız ki var ya bizim o görülmək, duyulmaq, hiss edilmək, özəl olmaq. Ona da biraz yer verək də. O çox dəyərli bir ehtiyacdır. Və o ehtiyac bizi saxlayır münasibətlərdə. Buna görə də heç vaxt özümüzü qınamayaq ki, niyə mənim bu ehtiyaclarım var? Çox şeyəm belə, həssasam və bu ehtiyaclarım olduğu üçün mən belə münasibətlərə girəm. Özüm özümə yetməyi öyrənərsəm, belə münasibətlərə girmərəm. Yox, bu ehtiyaclar
insani ehtiyaclardır. Onlar çox dəyərlidir və güvənli və sevgi verə bilən qayğıkeş insanların içində biz bir-birimizin o ehtiyacını ödəməyi öyrənirik. Bir-birimizin sinir sistemini birlikdə tənzimləməyi öyrənirik. Çıxış yolu o deyil ki, mən hiper müstəqil olum, Ha, yox. ultra müstəqil və özüm özümə yetim, insanlardan özüm özümü 100% sevməyi öyrəndim ki, heç kimə ehtiyacım olmur. İnsana insan lazımdır. Hı Amma güvənli insanlarla bizim o ehtiyacımızda həm özümüzü tənzimləməyi öyrənirik, həm də bir-birimizin yanında olmağı öyrənirik. Və bu ehtiyac harda başlayır sağalmağa ən çox? Biz məsələn terapiyada niyə sağalır? Güvənli bir insan bizi görməyə başlayır. hı. Hı. Görüldüyümüzü, duyulduğumuzu hiss eləyirik o peşəkar insanla. Və dostluqlarımızda da dostluqlarımız güvənlidirsə, orada biz sığınanda, orada da Hı hı. bu ehtiyacın ödənildiyini və görüldüyümüzü, yəni biz insanıq. Bu heç vaxt bu ehtiyacları dəyərsiz etməyək. Və bu ehtiyaclar yaranıbsa, demək ki, onlar bizə nə vaxtsa kömək eləyiblər. Yəni əgər biz balaca uşaq olanda bu mühitdə, travmatik bir mühitdə böyümüşüksə və o balaca beynimizlə qərar vermişik ki, mən artıq çox ağıllı olacağam, çox çalışacağam, ki məni görsünlər, məni sevsinlər. O anda o çox vacib bir qərar idi. Uşaq onu şuurlu şəkildə qərar vermir. Uşağın o qədər şuuru yoxdur zaten. Amma instinktiv olaraq başlayır özünü tənzimləməyə. Böyüyəndə Qorumaq isə, üçün özünü. böyüyəndə isə artıq buna ehtiyac yoxdur, amma yenə də biz buna davam edirik. Yəni burada özünüzü, sən demişkən, özümüzü qınamamalıyıq, anlamalıyıq ki, bunun bir səbəbi var. Belə bir davranış tərzinin, bu cür bir insanlara bağlanmağımızın səbəbi var. Və O səbəbi görmək, ona işıq salmaq, onu şuur altından şuur üstünə çıxartdıqca, onun fərqinə varıb, o hissəmə qayğı göstərdikcə, o ehtiyac ödənməyə hı hı, başlayır. hı Və hı, daha güvənli insanlara tərəf artıq keçməyə başlayıram. Çünki bu ehtiyacım da azalır ki, qoy məni görməsinlər, mən sevgi üçün çabalayım və nəhayət sübut edim ki, mən dəyərliyəm və məni görməyən insan hı hı. məni görsün, onda mən hiss eləyim ki, sevgiyə layiqəm. Bax, bu ehtiyac başlayır sağalmağa, onu biz gördükcə və bu çox vacib bir hissədir ki, biz bizə pis davranan və yaxud da bizim haqqımızda mənfi fikri olan insanlar üçün çabalayırıqsa daha çox və bizə çox sevgi verən, yanımızda olan, bizə dəyər verən insanlara çox dəyər vermiriksə, Hı hı, həmin bu ə, o travmatik mühitin içindəyik hələ də. Bizi görməyənlər üçün çabalayırıq. Bizi görənləri isə hı hı, o qədər də çox vacib saymırıq. hı hı, hı. Amma bu balansın dəyişməsi üçün Burada Əfsun çox maraqlıdır. Nə üçün biz məhz bizi görməyən insanlarla olmaq istəyirik? Nəyi düzəltməyə çalışırıq? Bax burada hmm, çox maraqlıdır. Bu həmişə məni vale edir. Əm, Elə bil ki, biz o uşaqlıqda sevgisini qazana bilmədiyimiz insanın o münasibəti başqa bir münasibətdə sağaltmaq istəyirik. Yəni hmm, deyək ki, əgər uşaqlıqda mənim valideynim emosional şəkildə əlçatmaz edir, əl, eydi. əlçatmaz edir Hmm, və indi mən yetkin yaşımda bir insanla münasibət qururam və o insan da əlçatmazdır və mən sanki özümə sübut eləmək istəyirəm ki, hmm, mən bu dəfə hər şeyi düzgün edəcəm və bu emosional bağlılığı qura bilməyən insanla o qədər gözəl rəftar edəcəm ki, o məni sevəcək və bu deməkdir ki, o vaxtı mənim səhvim deyil idi. O vaxtı başqası günahkar idi. Baxın, mən bacardım. hmm, Amma əslində sən uşaqlıqda heç nədən günahkar deyilsən. Sən uşaqsan. Sən hmm, münasibət qurmamalısan. Sən özünü zorakılıqdan qorumamalısan. Sən sadəcə var olmalısan. Amma biz o balaca beynimizlə qərar veririk ki, mən indi düzəldəcəm anamı, atamı düzəldəcəm. Mən istədiyim qayğını mənə verəcəklər. Mən istədiyim vaxtı mənimlə keçirdəcəklər. Və çox vaxt valideyni də qınamaq olmur. Axı bəlkə 2-3 işdə işləyirlər, gecə smen işləyirlər. Unudurlar. Vaxtları olmur.
Resursları olmur, olmur. resursları olmur uşaqla oyun. Uşaq nə istəyir? Uşaq oyun oynamaq istəyir. Hmm. Düzdür. Amma onu anlamadığı üçün sadəcə görür ki, və ya məsələn valideynin hər hansı bir öz travması var, öz yaxınlarını itirib, ya yaxınlarından uzaqdadır, ya zorakı bir mühitdə yaşayır. O artıq öz depressiyası var. Hə. Uşaq axı Yəni bu bunu anlamır. bunu deməklə bəraət vermirik ki, uşaqla belə davranmaq Hə, hə, olar. hə. Ona Hə, bəraət yox, vermirik. amma Sadəcə yenə başa prosesi düşə anlamağa, bilərik. hə, Hə, başa prosesin düşə bilərik fərqinə ki, nəsə varırıq baş ki, verir. necə bu baş verir. Amma nəticədə uşaq yenə tək qalır. Uşaq Hmm. yenə istədiyi qayğını, sevgini almır. Bu istəklə ömür boyu yaşayır. Gəlir tanış olur bir yenə əlçatmaz emosional qopuqluğu olan bir insanda və bunu sağaltmağa çalışır ki, mən burada düzəltsəm, demək ki, orada uşaqlıqda mənim səhvim deyil idi. Demək ki, ata-ana ilə də və ya o məni incidən yaxınlarımla da münasibət qura bilərdim. Hmm. Amma əsas elə problem burdadır və terapiyada bunu biz çalışırıq hiss edək ki, mən uşaq idim, mənim heç bir ehtiyacım, mənim heç bir öhdəliyim yox idi. Ehtiyaclarım var idi, amma öhdəliyim yox idi. Mən münasibət qurmamalı idim. Mən heç nə sübut etməməli idim. Mən yaxşı ideal uşaq olmamalı idim. Mən sadəcə var idim. Amma bu yara varsa, biz gedib onu yetkin yaşımızda da başqa insanlarla sağaltmağa çalışırıq. Bunun Burada üçün bir məsələn, şey də burada terapiya çox yaxşı kömək edir. burada bir şey də əlavə edim ki, o biz deyirik ki, mən məsələn emosional yaxınlıq qura bilməyən insanlarla münasibət qururam, o cür mühitdə böyümüşəmsə, burada güzgünü özüm tərəfə çevirəndə mən nə qədər emosional yaxınlığa həqiqətən açığam. Çünki mən emosional açıq olmayan insanlarla münasibət qururamsa, mən özüm də emosional olaraq tam açıq ola bilmirəm. Mənim də orada qorxularım var. Çünki biz görürük zoraki münasibətlərdən çıxandan sonra, travma bağlılığından çıxandan sonra güvənli bir münasibətə başlayanda həmin o insan nə qədər ona çətin olur o güvənli münasibətin içində var olmaq. Çünki indi artıq onu görürlər. İndi kimsə ona emosional yaxın olmağa hazırdır və bu o qorxuları çıxarır ki, artıq çabalamalı deyiləm. Deməkdir ki, içimdəki o balaca uşağı, o kövrək hissəni görməyə kimsə hazırdır, mən də göstərməliyəm. Bax, bu da qorxulu olur. Və bəzən biz çox fərqində olmayanda biz zoraki münasibətlərdən sonra güvənli bir münasibətə başlayanda biz deyirik ki, ürəyim sıxılır. Mənə darıxdırıcı gəlir. Yoxdur o kəskin duyğularım. Deməkdir ki, bu sevgi deyil. Yəni o küsməklər, barışmaqlar, o sevgi bombard, bunların heç biri yoxdur. Münasibət sakitcə, addım-addım, yavaş-yavaş öz sürəti ilə gedir və bu bizə sıxıcı gələ bilər. O sıxıcılıq da bir işarədir ki, orada bir şey məndə artıq dəyişməlidir. Mən yavaş-yavaş emosional yaxınlığa emosional yaxınlığı öyrənməliyəm, yavaş-yavaş açılmalıyam. Çünki o kəskin duyğular, o göyə çıxdım, yerə düşdüm, küsdüm, barışdım. Orada əslində mən də emosional qapalıyam. Sən də emosional qapalısan. Biz bu rəqsi birlikdə edirik. Çox maraqlı bir şeyə toxundun. Məsələn, burada da yəni özümüz əgər açıq deyiliksə yaxınlığa, həqiqi yaxınlığa, başlayırıq onun substraktını aramağa. Məsələn, sevgi yox, hədiyyə istəyirik. Danışmaq yox, mənimlə mütləq bahalı bir yerdə vaxt keçirməni istəyirik. Yəni tam bağlılıq və hörmət və qayğı nə olduğunu bilmədiyimiz üçün onu maddi bir əvəzedici formasında tələb etməyə başlayırıq. Və məsələn bu avoidant, yəni Qaçan bağlılıq. qaçan bağlılıqda məsələn onlar o qədər qorxurlar həqiqi yaxınlıqdan ki, əlçatmaz bir insanı seçirlər və münasibətə görəndə ki, biraz yaxınlıq gəlir, o qədər qorxurlar tərk edilməkdən ki, özləri tərk edirlər. Yəni bilərəkdən elə bir adam seçirlər ki, onunla doğru dürüst münasibət qura bilməsin və əgər görür ki, yenə də yaxınlıq baş verir, özü oradan çıxır.
Hmm. Çünki həqiqətən tərk etmə o inanc var ki, məni sevməyəcəklər, məni tərk edəcəklər və mən sağ qalmayacağam. Ona görə gəl özüm bunu tərk edeyim. Yəni bu da bir özümüz də artıq uşaqlıqda bu dediyim travmalardan birini yaşamışıqsa, ə, fərqində olmuruq ki, biz özümüz də yaxınlığa hazır deyilik. Biz özümüz də əsl yaxınlıqdan qorxuruq. Təşvişli bağlılığım varsa belə mən yaxınlıqdan qorxa bilərəm. Təşvişli bağlılıq da yaxınlıqdan, əsl Hmm. yaxınlıqdan qorxur, enmeshmentə girir. Hə, Yəni hə. ə, Yəni bir birləşir digər birləşir, insanın. çox yaxın olur. O qədər yaxın olur ki, bir-birini tanımırlar. İkimiz bir şey olaq. İkimiz birləşək, bir varlıq olaq. Nə sənin istəklərin, nə mənim istəklərim qalmır. Yəni var sən, var mən, var ortamızdakı məkan, Aha. hardakı bizim münasibətimiz var. Təşvişli bağlılıq bu çətin gəlir ona. Bu Hı -hı. ayırmaq özünü, münasibəti, başqa insanı, o da əslində yaxınlıqdan qorxu var orada. Hə, hə, hə. Əsl yaxınlıq çünki o deməkdir ki, mən varam, sən varsan və biz paylaşırıq. Hmm. Əgər sən mənim dalımca qaçacaqsansa və mən səndən qaçacağamsa, bu qaçan bir bağlılıqdır. Əgər sən varsansa və mən gəlib sənə yapışacağam ki, bütün saniyəvi, bütün hisslərimi, bütün sirrlərimi, bütün istəklərimi hamısını mənlə paylaş. Və öz dostum olmasın, öz həyatım, öz istəklərim olsun, hamımız hər şeyi birlikdə eləyək. Bu da artıq doğru, dürüst bir bağlılıq deyil. Bu bir qatma qarışıq olur. O insan orada özünü itirir və bunun təhlükəsi nədədir? Əgər başqa bir insanda bir balaca zorakılığa meyillik varsa, sən orada tamamilə özünü itirə bilərsən. Yəni burada özünü itirmə təhlükəsi də çox böyükdür. Burada bir şey də deyim ki, güvənli bağlılığı olan, secure attachment olan biri travma bağlılığına heç vaxt girməyəcəkmi? Belə bir qarantiya varmı? Yoxdur. Girəcək, amma tez çıxacaq. Daha tez çıxacaq. Daha tez sezəcək o Hı -hı. xaos məsələn. Və yaxud da travma bağlılığını bir kənara qoyuram. Ümumiyyətlə xaotik münasibətlər olanda, hardakı küsmələr, barışmaqlar, isti, soyuq, gəldim, getdim, güvənli bağlılığı olan deyir ki, bu xaotikdir. Mən belə yaşaya bilmərəm. Hı -hı. Mənə bu yaxşı gəlmir. Onu daha tez sezir. Hı -hı. Nəinki məsələn təşvişli bağlılığı Hı -hı. olan biri. Ancaq Təşvişli və ya qorxu qaçan. Hı -hı. amma ancaq qorxu mühiti varsa, təcrid olunmuşluq varsa, yenə də güvənli bağlılığı olan da travma bağlılığına girə bilir. Sadəcə daha tez çıxacaq. Daha tez çıxır. Çıxa biləcək. Hı -hı. Hı -hı. Burada necə çıxaq ondan mı danışaq? Yoxsa Ondan sən demək danışaq. Bir istədiyin dənə başqa mən bir şey prosta var? ağlıma bir metafora gəldi. Mən bundan çox istifadə edirəm. Qeyri-güvənilir bir münasibətə girmək dalğalı dənizdə üzmək kimi bir şeydir. Əgər sən özün güvənli bağlılığın varsa, demək ki, sən bu dalğaların içində üzə biləcəksən və görəcəksən ki, artıq təhlükə çoxdur, mən dənizə girməyəcəm. Amma təşvişli və qaçan bağlılıqları olan insanlar elə bil ki, üzə bilmirlər və yenə də çaba göstərirlər ki, mən bu dənizdə üzəcəm. Amma sağlam odur ki, üzə bilirsənsə belə, çox dalğalı dənizdə sən zövqlə çimə bilməyəcəksən. Sörfer deyilsənsə, əgər siz bu metaforada terapevtlər sörferdirlər. Məsələn, biz bilirik. Amma yenə əgər münasibət rahat, sakit getmirsə, sən dediyin kimi up and downslar, yəni çox yaxın, çox uzaq, çox isti, çox soyuq, sevgi dolu, üzünə baxmamaq, bunlar varsa, burada sağlam bağlılığı olan, secure attached olan və travmatik inancları olmayan insan qalmır. Çünki o bilir ki, mən sadəcə rahat yaşamaq istəyirəm və sən mənim həyatıma gəlirsənsə, bizim ikimizin də həyatımız daha yaxşı olmalıdır. Yoxsa birimiz davamlı o birisinə görə uyğunlaşırıqsa, özümüzü dəyişdiririksə, əziyyət çəkiriksə, inciyiriksə, bu münasibət deyil, bu nəsə bir oyundur. Kimsə nəyisə sübut etməyə çalışır. Ona görə
Ə, və əgər biz hiss edirik ki, bizim belə bir inanclarımız var, özümüzü dəyərsiz, uğursuz, lazımsız, ə, qorxu içində bizi görərlər, bizi tanıyarlar, bizi döyərlər. Bu inanclarla yaşayırıqsa, Hı. o zaman biz terapiyaya gedib bunların üzərində işləməliyik. Hı. Am, Bir şey əlavə eləyəcəm, o terapiya sözünə də əlavə eləyəcəm. Burada bir şey əlavə eləmək istəyirəm ki, o dalğalar və təhlükə dedin də, sən bu çox yaxşı metafora idi. Təhlükə nədir? Normal insanlar arasındakı münaqişə nədir? Bunu da ayırmaq lazımdır. Yəni yaxşı, güvənli, sağlam münasibət demək deyil ki, bizim aramızda heç vaxt mübahisə olmayacaq. Biz heç vaxt bir-birimizdən inciməyəcəyik. Biz heç vaxt özümüzü narahat, gərgin, qəzəbli, kədərli hiss etməyəcəyik. Hiss edəcəyik. Zorakılıq ayrı bir şeydir. Harda ki, mən səni eşitmirəm, sən məni eşitmirsən. Bir-birimizin elə bir güc mübarizəsi var aramızda və bir-birimizi ağrıdırıq. Bəzən bilərəkdən, bəzən bilməyərəkdən. Ağrıdandan sonra o təmir getmir, o sağalma birlikdə dərinləşmə getmir. Bu ayrı bir şeydir. Amma güvənli münasibətdə bir-birimizlə razılaşmamağımız, bəzən bir-birimizin hiss etmədən hansısa bir yaramıza toxunmağımız, ondan sonra gəlib o yaranı hiss edib qucaqlamağımız, bu ayrı bir şeydir. Bir-birimizlə ağrılarımızı bölüşüb münasibətin daha da dərinləşməsi, qırılmış olanı birlikdə təmir etməyimiz bu ayrı bir şeydir. Yəni bəzən bu başqa bir ekstrem nağıla da gedib düşə bilirik ki, çıxandan sonra travma bağlılığından ki, bundan sonra elə bir münasibət quracağam ki, orada heç bir gərginlik olmasın, heç bir incidirmə olmasın, heç bir münaqişə, mübahisə olmasın. Yox, belə olmayacaq. Zorakılıq olmasın. Zoraki olmamalıdır münaqişələrimiz. Amma insanlar birlikdə yaşayırlarsa, birlikdə bir yol gedirlərsə, orada sürtüşmələr əlbəttə ki, olacaq. İki Mütləq də dünya bir olmalıdır. araya gəlir. Mütləq də olmalıdır və bu sağlam Və bir-birimizi daha yaxşı münasibət. tanıyırıq onda. Hə. Amma əsas odur ki, əgər zorakılıq yoxdur. Yəni biri var, sadəcə bir-birimizi başa düşmədik və bir balaca dava etdik. Biri də var ki, bir tərəf o bir tərəfin qayğısına qalmır, onu incidir fiziki, psixoloji, emosional tərəfdən. Onun xətrinə dəyir. Yəni davamlı olaraq bilmədən yox, bilərəkdən bunu edir ki, səni tabe etsin, səni Yəni sındırsın. burada zoraki münaqişələrdə orada güc davası gedir. O Hakimiyyət. daha güvənli, sağlam münaqişədə mən səni anlamadım, sən məni anlamadın. Mən istəyirəm səni anlamaq indi. Hı -hı. Sən də istəyəcəksən məni anlamaq və bir-birimizin qəlbini açacağıq və o təmasda münasibət daha da dərinləşəcək. Bu ayrı bir şeydir. O güc davası ki, mən daha düzgünəm, mən daha güclüyəm, mən daha çox qapanacağam və sənin üzərində hakimiyyət quracağam. Bu ayrı şeydir. Bir də bir şey də əlavə Hı eləyim -hı. ki, bu birinci tədqiqat ki var idi, qadınlarla edilmişdi də, o zorakılıqdan çıxmış qadınlarla edilmişdi. İlk travma bağlılığı termini istifadə olunan o tədqiqat. Ona istinadən və ondan yola çıxaraq bir də bunu əlavə eləmək istəyirəm ki, bəzən patriarxal normalar biz qadınları travma bağlılığında saxlayır. Hı -hı. Ki bizə deyirlər ki, sən bağışlayan olmalısan, sən biri od olanda o biri su olar, yəni sən Hı su -hı. olmalısan, sən yumşaq olmalısan, sən ailəni qorumalısan, sən özünü fəda etməlisən, sən özünü qurban verməlisən uşaqlarına, ailənə və s. və kişi qısqanc olar, kişi aqressiv olar, kişi belə olar, kişi çox duyğusal olmaz, duyğularını açmaz. Bu normalar hansılar ki, çox zərərli və əslində Hı hı. qeyri-insanidir bu Hı hı. normalar. Hı hı. Yəni Hı hı. qadın fədakar olmaz, kişi də duyğusuz olmaz. Hı Yəni hı. hamımız Hı insanıq. hı. Bu normalar bir çox hallarda o travma bağlılığında, onsuz da sən dediyin o travmatik əsas inanclar ki var Hı bizdə ki, hı. mən Hı hı. dəyərsizəm, mən sevgi üçün çabalamalıyam, mən sakit, Hı hı. səssiz olmalıyam. Qadınları biraz daha saxlayır o Hı hı. inancların içində və o inancları daha da gücləndirir. Bu sən dediyin bu fədakarlıq, davamlı fədakarlıq, qadından tələb olunan fədakarlıq və qız uşaqlarından Hı. davamlı tələb olunan fədakarlıq əsas inanclardan birinə gətirir. Ə, razılaşma, özünü qurban vermə, subjugation, core belief. Yəni mənim istəklərim o qədər də vacib deyil. Atamın, qardaşımın, əmimin,
onların, başqaların istəkləri mənimkindən daha vacibdir və bu belə bir əsas bir inancla yaşayırsan və sonra böyüyəndə sözünü deməlisənsə demirsən, nəsə etməlisənsə etmirsən. Burada sənə daha yaxşı maaş verməlidirlər, amma başqa birinə də verməlidirlər. Sən buradan imtina edirsən. Bax, hamısı oradan gəlir, o travmadan gəlir ki, mən dəyərliyəm, amma məndən daha dəyərliləri var. Mənim atamın istəyi daha dəyərli. Atam məsələn yatmaq istəyirsə biz sakit oturmalıyıq. Da, bunu uşaqlıqdan sənə yerdirlər ki, sənin istəklərin o qədər də vacib deyil. Səndən daha vacib insanlar var. Onların istəkləri daha vacibdir. Və bu inaca gətirir və sonra belə bir insanla əgər və patriarxatda kişilərin çoxusunda bu artıq beyinlərinə də yeridilib ki, bizim istəklərimiz daha vacibdir, nəinki partnyor qadınımızın istəyi. Və burada da bu travma bağlılığı gəlir, çünki sən yavaş-yavaş özünü fəda verərək tamamilə özünü itirirsən. Bir də nə əlavə etmək istəyərdim, o necə çıxmaq ona qədər. Hər münasibətə də travma bağlılığı deyə bilmərik. Təşvişli bağlılığımız var və güvənli, normal, sağlam bir münasibətdəyik, amma o təşvişli bağlılığımız olduğu üçün tərk edilməkdən qorxuruq. Yenə də hansısa formada sevgi üçün çabalamaq istəyirik. Yəni müəyyən bir stres keçirdirik, çünki bu bizim bağlılıq tipimizdir. O münasibətlərdə tətiklənəcək onsuz da. Bu travma bağlılığı demək deyil. Əgər mən güvənli münasibətdəyəm, sağlam münasibətdəyəm, partnyorum mənə qayğı göstərir, amma mən davamlı tərk edilməkdən qorxuram, sevgi üçün çabalayıram və s. Bu demək deyil. Yəni travma, hər şey travma bağlılığı deyil. Travma bağlılığın əsas kriteriyalardan biri odur ki, orada zorakılıq var və orada bu oyunlar var. Və güc disbalansı var. Güc disbalansı var və bu oyun var. İsti-soyuq, isti-soyuq. Mükafatlandırma, cəzalandırma. Zorakılıq, mükafatlandırma, cəzalandırma, yaxınlıq, uzaq. Amma əgər deyək ki, bizim təşvişli bağlılığımız var və biz güvənilir bir insanla münasibətdəyiksə, o insan sənin təşvişini zamanla sağaldacaq. Və ya məsələn, deyəcək ki, okey, səndə deyəsən təşvişli bağlılıq var, mənə okeydir. Mən istədiyin qədər sənə zəng eləyəcəm, mən istədiyin qədər səni öpəcəm, qucaqlayacam, sığallayacam, amma sən yenə də terapiyaya get. Bundan bir şey elə. Düzdür. Amma əgər məsələn səndə də təşvişli bağlılıq var və partnyorda da təşvişli bağlılıq var, burada ikinizə də çətin olacaq. Burada couple terapiyaya getmək olar və məsələn. Yəni o demək deyil orada travma bağlılığı var. O demək deyil ki, travma bağlılığı var. Travma bağlılığı nə zaman yaranır? Nə vaxt ki, bax bu oyunlar başlayır. Uzaqlıq, yaxınlıq. Bir gün yaxşıyam, 5 gün pisəm. Bir gün sevirəm, 3 gün alçaldıram. Və sən özünü pis hiss edirsən, sən başa düşürsən ki, sən incidilirsən, amma yenə buradan çıxmırsan. Bax, bu travma bağlılığı. Mənim travmam gəldi, o travmanı yedizdirən, doyduzduran bir insanla bağlandı. Çünki mən uşaqlıq travmamı həll etməyə çalışıram və ya o əsas inancıma görə davranıram. Amma əslində terapiyada nə baş verir? Bu əsas inancını şübhə altına qoyursan ki, həqiqətənmi mən davamlı uğursuzam, həqiqətənmi mən dəyərsizəm, həqiqətənmi başqalarının istəkləri, ehtiyacları mənim istəklərimdən daha vacibdir. İndi danışarıq ondan ki, necə çıxaq, necə o sağalacaq. Okey, onda istəyirsən ora keçək. Bir də bunu da deyim ki, məsələn o emosional yetişkin tam olmayanda biz, o yaxınlıqdan biraz çəkinəndə, duyğularımızı dərindən ifadə etməyə çətinlik çəkəndə o yaranan ünsiyyət problemləri varsa, vacibdir ki, yenə də bu travma bağlılığıdır. Yəni ünsiyyət özümüzü ifadə etməkdə çətinlik çəkirik, biraz çətinə düşəndə küsürük, ünsiyyətdən çıxırıq, kəskin duyğular yaşayırıq, özümüzü ifadə edəndə çox kövrəlirik, çox ağlayırıq, qəzəbimizlə təmasda olmaq çətinlik çəkirik. Bu varsa bizim ünsiyyətimizdə problem varsa, yəni açıq, şəffaf ünsiyyət qurmaqda çətinlik çəkiriksə, vacib deyil ki, burada travma bağlılığı var. Yenə də o zorakılıq yoxdursa, güc disbalansı yoxdursa, isti-soyuq, yəni bunlar yoxdursa, onun adı travma bağlılığı deyil. Bu ünsiyyət çətinliyi çəkmiş ola bilərik və yenə də sən demiş cütlük terapiyasına gedə bilərik. Yəni ola bilər ki, sadəcə bir-birimizi eşitmirik, başqa bir-birimizi dillərdə eşitmirik, danışırıq, başa düşmürük. Amma bu incidilmə varsa,
və hə. sən xoşbəxt deyilsənsə, və həqiqətən zərər çəkirsən bu münasibətdə, gedirsən Amma və gedə yenə bilmirsən. qayıdırsan, niyə qayıdırsan? Və deyirsən, dilinlə deyirsən ki, başa düşürəm ki, bu adam mənə yaxşı deyil, Hmm. amma heç nə edə bilmirəm. Bax bu travma bağlılığı. Hə. Ünvanlı Təhlükənin gəldiyi şəkildə. yerdən Hı sevgi -hı. gözləyirsənsə, Hə. ağrının Çıxmaq gəldiyi istəyirsən, yerdən amma çıxa şəfa bilmirsən. gözləyirsənsə və çıxa Aha, bilmirsənsə, hə, aha. Və burada əgər siz travma var. davamlı olaraq məsələn illərlə belə bir münasibətdəsən, ayrılırsınız, sonra yenə birlikdə olursunuz. Ayrılırsınız, dava qırğın, bir də mən səni görməyim. 3 aydan sonra yazır, yatırsan və təzədən başlayır. Yəni bax bu travma bağlı. Nə oldu? Danış. Oy, mesaj girməli gəlmə, yatırsan. Zəki, necəsən? Səni düşündüm, qar yağdı. Hə, sən düşünürdüm. Necə çıxaq? Birinci mən deyərdim ki, özümüzü qınamayaq. Çünki o bizdəki o əsas inanclar ki var, mən çabalamalıyam, etməliyəm. Mən görünmək üçün nəsə etməliyəm. Mən onun arxasınca qaçmalıyam. Mən yanında dayanmalıyam. Bu özümüzü biz günahlandıranda bu inanclar daha da möhkəmlənir. Yəni birinci özünü qınamamaq və özünə qayğı ilə yanaşmaq ki, okey, travma bağlılığındayam, çıxmağa başlamalıyam və çıxmaq üçün dəstəyə ehtiyacım var. Mütləq. Mhm. Tək Çox çıxa çətin. bilməyəcəm. Çıxa Mhm. bilərəm, amma çox çətin olacaq. Dəstəyə mütləq ki ehtiyacım var. Mhm. Burada çox vacib şeyə toxundun, Əfsun. Əm, Əslində zorakılıq olan bir münasibətdə zorakının ilk çabası nə olur? Səni təkləsin. Hı. Ona görə bax buna çox diqqətli olmaq lazımdır ki, mən münasibətə girəndə əgər mənim partnyorum nədənsə məni təkləməyə çalışırsa, bu bir qırmızı bayraq olmalıdır. Hə. Yəni buna fikir verməlisən ki, niyə mənim rəfiqəmi sevmir? Niyə davamlı olaraq mənim ailəmə qarşı mənfi kommentlər verir? Nə üçün davamlı deyir ki, ora getmə, bura getmə, mənəm sənin ailən. Bunu çox deyirlər ha. Mənəm sənin ailən, mənəm sənin ən yaxın dostun, mənəm sənin ən yaxın podruqam. Mən həmişə səni başa düşəcəm, mən həmişə sənin yanında olacağam. Və beləliklə insan bu Təcrid olunub travmanın da. qurbanı təcrid olur, tək qalır və paylaşacaq insanı olur. Hmm. Onun üçün çox vacibdir ki, hər necə münasibətiniz olursa olsun, öz rəfiqələrinizi, öz çevrənizi, öz ailənizi həmişə məlumatlandırın və yaxın saxlayın. Hmm. Çünki bu zorakılığı törədən insanın ən vacib istəyidir ki, sən tək qalasan, çünki tək qalanda səni sındırmaq çox daha asandır. Və əgər siz hiss edirsiniz ki, bu münasibətdə incidilirsiniz, amma çıxa bilmirsiniz, o zaman dəstəyə ehtiyacınız var və bu dəstək rəfiqələriniz ola bilər, ailəniz ola bilər, yaxınlarınız ola bilər və təbii ki, terapevt də ola bilər. Yəni bəzən sadəcə rəfiqə, ana, ata yetərli deyil. Niyə? Burada əsas o inacı tapıb o inancı üzərində işləməliyik. Və burada çox maraqlıdır ki, əgər ki, məsələn, sizdə hər hansı bir bu inanclardan biri varsa, o inanc kimindir? Kimə adreslənib? Onu tapmalısınız. Burada qınamağa girmək lazım deyil ki, bax mənim atam vaxtı ikən məni incitdi, indi mən travma bağlılığı yaşayıram. Yox. Məndə bu inanc var, çünki mənim atam soyuq idi. Məndə bu inanc var, çünki qardaşım mənə qarşı zorakılıq etmişdi. Məndə bu inanc var, çünki məktəbdə məni davamlı müqayisə edirdilər və mənə pis kommentlər verirdilər. Yəni bu inanc kimə adreslənir? Hansı bir münasibəti bu münasibətdə sağaltmağa çalışırsınız? Və bunu biləndə, tanıyanda ki, mən bunun üçün belə bir insanı seçirəm, mən bunun üçün belə bir münasibətdə qalıram, bu ilk addım ola bilər. Bu inanc, bu travma məndə hardan yaranıb və kim yaradıb bunu məndə? Qınamağa girmədən.
Bunu güvənli mühitdə etmək Mütləq. vacibdir. Çünki travma bağlılığında olanda bizim ən çox ehtiyacımız olan və bizdə olmayan şey güvən hissidir. Güvəndə hiss etmirik. Təhlükədə hiss Hı. eləyirik. Ümumiyyətlə bəzi travmaları sadəcə terapevtə danışmaq olar. Hı. Yəni orada təzədən retravmatizasiyaya gedə bilər, yenidən o çöküb o dibə düşə bilər insan. Onun üçün çox güvəndiyi, artıq münasibətdə olduğu, yaxınlığı və güvəni hiss etdiyi bir terapevtlə eləyə bilər. Hı. Və çox yaxın, çox qoruyucu, çox mərhəmətli bir dostu ilə edə Hə, bilər. qayğıkeş insanlarla. Hə, çünki ağır, bizə çox ağır gələn ağrılarımızı paylaşanda onların inkar olunması bizə təzədən o yaranı yenidən yaşadır. Və hətta Am- məsələn bunu işləyəndə də ə, o dəfə o dəqiqə birinci dəfədən bunu qəbul etmək çox çətindir. Çox vaxt məsələn terapiyada da insan gəlir, gedir. Gəlir bir balaca o travmaya toxunur, gedir. Gəlir bir balaca yaxınlaşır, gedir. Birdən-birə sonuna qədər gedib bunu qəbul etmək, bu inancların üstündə işləmək çox çətindir. Bəzən çox çətindir. Məsələn, Ümumiyyətlə insanın sürəti ilə getmək hə, lazımdır hə. da. Yəni bu Yəni bədən bunu da özü bilmək lazımdır. nə qədər açıla biləcəyini, nə vaxt açılmalı olduğunu özü bilir. Yəni burada ə, ə, elə bil ki, bu metoda deyirlər titration da, yəni Hı -hı. Hə, az-az, əsas. Hı. az-az, hissə-hissə. Yəni tam da qoruma Hə. mexanizmimin içində qalmıram. Bir azca çölə Hı -hı. yarım addım atmalıyam ki, Tam çıxa da bilmirəm. çıxmağa. Hə. Tam çıxa bilmirəm, amma desəm ki, ümumiyyətlə, okey, sən tam qorumadasan və mən toxunmuram, o dəyişməyəcək. Toxunuram, yarım addım çölə at, bir addım ata bilmirsənsə, at, əlimdən tut, Hı -hı. yarımca addım Hı çölə -hı. at. Belə Bir yavaş, balaca yavaş, yaxınlaşma. yavaş Hı o -hı. bədən özündə o resursu yavaş-yavaş yaratmağa başlayır və sən artıq özünə olan güvəninlə addımları bir yerdən sonra atmağa başlayırsan. Yəni bu digər asılılıqlardan, məsələn deyək ki, qumar asıllığından travma bağlılığının fərqi odur ki, travma bağlılığından, qumar asıllığından çıxanda və yaxud da başqa növ hansı obyektdən asılılıqdan çıxanda orada biz onu həyatımızdan tam çıxardırıq Hı -hı. və orada sinir sisteminin tənzimlənməsi ilə Hı məşğul -hı. oluruq. Hı -hı. Onu. Travma bağlılığından çıxanda biz çıxırıq təmasdan, no kontakt, heç bir kontakta getmirik o insanla. Sinir sistemimizin tənzimlənməsinə məşğul oluruq, həm də güvənli mühitdə olmalıyıq. O güvən hissini qaytarmaq üçün güvənli insanlarla, güvənli mühitdə olmalıyıq, paylaşmalıyıq. Bir yas dönəmi olacaq. Hı -hı. Mütləq. Sənin Hı -hı. almaq istədiyin, ala bilmədiyin o ehtiyaclar hansılar ki, görünmək, duyulmaq, eşidilmək, sevilmək istəyən hissən çıxacaq. Onun bir yas dönəmi mütləq olacaq. Onunla birlikdə yeriməliyik. Və o sən dediyin o məsuliyyət hissi ki var, yəni bu inanc mənimdir artıq. Okey, filan mühitdə böyüdüyüm üçün bu yarandı. Artıq mənimdir. Və o güvənli mühitdə o məsuliyyəti və səlahiyyəti bərpa eləyəcəm və özümün varlığıma olan dəyəri bərpa edəcəm. Yəni mən var olduğum üçün dəyərliyəm. Mənim varlığım və həyatım dəyərlidir və mənalıdır. Çünki travma bağlılığında biz bu mənanı itirmiş hiss eləyirik sanki. Dəyəri itirmiş hiss eləyirik və bu proseslərin getməsi vacibdir və bu da peşəkarla ünsiyyətdə və işdə olur, güvənli dostlarımızla, güvəndiyimiz və bizi duymağa hazır olan Hı insanlar. Kimlər ki, deməyəcəklər bizə ki, oldu, keçdi, -hı. Hı boş ver artıq, -hı. zamana burax. Kimlər ki, bunu deməyəcəklər, kimlər ki, oturacaqlar, biz ağlayacağıq, onlar deməyəcəklər. Biz paylaşacağıq, onlar deyəcəklər, səni görürəm və səni duyuram. Və ağıl öyrətməyəcəklər. Və deməyəcəklər ki, ağlın olardı, sənə demişdik vaxtında ki, Günah bu insan səndədir. belə, günah sən. Yəni, bunların heç birinin olmadığı, sadəcə tam güvən və duyulmanın olduğu bir mühitdə biz sağalacağıq. Hı -hı. Hı -hı. Və sən dediyin o mən dəyərliyəm hissi yarandıqca mən nə istəyirəm, onu da başlayırsan anlamağa və sən əgər öz dəyərini, öz varlığını qəbul edirsənsə, səni incidən insanın yanında qala bilmirsən. Çünki səni görən, səni dəyərləndirən, səni sevən insan heç vaxt səni incitmək istəməz.
bilərəkdən sənin duyğularını alçaltmaz, sənin istəklərini alçaltmaz. Və əgər mən nə istədiyimi bilirəmsə, mən istəmədiyim həyatı mənə heç kim yaşada bilmir. Yəni mən artıq o zorakılığın içində qala bilmirəm, çünki mən belə hiss etmək istəmirəm. Artıq mən dəyərsiz olmaq istəmirəm. Artıq mən görünməmək istəmirəm. Necə ki, uşaqlıqda gizlənirdi ki, məni görməsinlər, eşitməsinlər. Çünki eşitsələr mütləq nə isə səhv etdiyimi deyəcəklər. Belə oturma, belə durma, belə danışma. Artıq nə istədiyimi bilirəm və istəməyə haqqım var. Artıq gizlənməyə ehtiyacım yoxdur. Çox, İstəməyə, hə. paylaşmağa, səsimin dəyəri var, Hı -hı. varlığımın Hı -hı. dəyəri var. Çünki səssizləşirik biz o cür mühitlərdə. Hı -hı. Səsimizi itiririk. Gizlədirik daha doğrusu. O itmir də həmişə ordadır. Bitmir, hə, Amma hə. biz onu Bitmədi. gizlədirik ki, Görünmək güvəndə qorxusu. olaq. Hə. Və bu Görünməyə məsələn böyüyəndə də bu travmanı yaşayan insanlar potensialından daha az işlər görürlər. Tam potensiallarını çıxartmırlar ortalığa. Ümumiyyətlə görsənmək qorxusu travma bağımlılığının, travma reaksiyonunda. Ki məni görsələr mütləq incitəcəklər. Görsələr mütləq dəyərsizləşdirəcəklər. Bir işə əl atsam mütləq uğursuz olacağam. Bu Və inanclar. buradan çıxmağın yolu özümü məcbur eləyim görünməyə deyil. Birinci güvənli mühitin içində olum, orada görünməyə başlayım, özümü görməyə başlayım. Sonra o bədənimdə o resurslar yarandıqca, ondan sonra artıq daha geniş miqyasda görünmək də mənə rahat olacaq. Çünki Özümü bunu da tanıyım. demək istəyirəm ki, biz Tanıyım özümü. bədənimizi zorla indi bu reaksiyanı verirəmsə, zorla bunun tərsinəsinə mən Hı -hı. bədənimi çevirə bilmərəm. Birincisi çox stres olacaq, ikincisi daha da mən qapanacağam. Hı -hı. Hı -hı. Ona görə balaca-balaca addımlarla və güvənilir insanlarla yeridikcə bədənim də o resursları bərpa edəcək və artıq özümə də sahib çıxmağı öyrənəcəm. O məsuliyyət hissi, o səlahiyyət bədənimdə yavaş-yavaş yaranmağa başlayacaq və sadəcə var olduğum üçün dəyərli olduğumu hiss eləməyə başlayacağım. Heç nə etməyə ehtiyacım olmadan, çabalamadan, nailiyyətlərə ehtiyacım olmadan. Yəni olmadı. Sadəcə var olduğum, insan olduğum üçün dəyərliyəm. Buradayamsa, deməli dəyərliyəm. Hı -hı. Mən sevilməliyəm və bunun üçün nələrsə sübut eləməliyəm kimi bir şey. Mən varamsa, məni sevən sevəcək. Mən bunu Okay. sübut etməməliyəm. Bunun bu ekstrem tərəfi o demək deyil ki, biz insanlara hər cür incidə bilərik və sonra deyəcəyik ki, mən beləyəm. Çünki bizi Ümumiyyətlə sağlam münasibətdə heç kim heç kəsi incitmir. incitmir, hə. Çünki zorakı Ehtiyacımız yoxdur münasibətlərdə incitməyə. olanda, sən də bunu bilirsən, mən də bilirəm ki, adətən qarşı tərəfə deyəndə ki, bu məni incitir, o deyir ki, mən beləyəm, məni belə Hə, qəbul et. yox, Bu yox. o deyil. Hə, o Ki deyil. var olduğum üçün dəyərliyəm, bərabər deyil. Mən pis davranıram. Zorakılıq ümumiyyətlə münasibətdə olmamalıdır. Zorakılıq Olmamalıdır. Heç olmamalıdır. münasibətə xas olan bir şey deyil. Anlaşılmazlıq olar bir dəfə, bir-birimizi başa düşmədik. Dəyərlərimiz başqa-başqa ola bilər. Burada bu arada öz dəyərlərini bilmək də çox vacibdir. Çünki əgər mən dəyərlərim var, amma dəyərlərimi davamlı qurban verirəm münasibətdə qalmaq üçün, bu da zorakılıq. Əgər mənim deyək ki, dəyərim dostluqdur və sən münasibətdə mənə məcbur edirsən ki, dostumu dəvət eləməyim bizim evimizə heç vaxt. Amma dostluq mənim çox vacib bir dəyərimdir. Bu artıq mənə qarşı zorakılıq. Və ya mən özüm qorxuram ki, sən mənim dostumu görəcəksən və nəsə mənə pis komment verəcəksən və mənə qarşı zorakılıq edəcəksən, o dostumu qoyub qaçıram. Demək ki, mən artıq dəyərlərimi qurban verməyə başlamışam. Mən özümü itirməyə başlamışam. Ona görə çox vacib öz dəyərlərini bilmək və onları qorumaq, onlara uyğun hərəkət etmək. Amma bunları itirib travma bağlılığına girəndə də özümüzü qınamamaq. Çünki çıxa bilməyin əsas ən vacib resurslardan biri özünə mərhəmət və qayğı hiss eləməkdir ki, okay.
girdim. Çünkü buna görə və Bilmək, anlamaq, müzakirə etmək, ay, çətin mövzudur. incələmək lazımdır. Qınamaq heç nə vermir. İncələmək, anlamaq və dəyişdirmək və gələn dəfə başqa cürə bir addım atmaq. Hı. Budur vacib. Yoxsa mən anlayacağam, yenə eyni şeyləri təkrarlayacağam. Bu da heç nə dəyişmir. Hə, Dəyişiklik nə fərqindəlik vaxt başlayır? bir Hə, hissəsidir yolun. hə, Ondan sonra dəyişdirməyə başlamaq üçün mütləq. dəstəyə ehtiyac var. Belə. Mənim demək istədiklərim bu qədər. Çətin mövzudur, çox ağır mövzudur. Mən Çətin. o qədər o səhv tapmaq, qınaq, mühitində böyümüşdük ki, davamlı balaca bir səhvimiz böyüdülürdü və o çox çətin təcrübədir də balaca uşaq üçün. Hı Və -hı. biz Sadəcə bu bədənimizdə deyil. daşıyırıq o hekayələri Həm də hələ. məsələn indi bizim valideynlərimiz çox məşğul idilər, çox işləyirdilər. Ə, və vaxtları olmurdu, imkanları olmurdu ki, bizimlə davamlı nəsə münasibət qursunlar. Amma 5 alanda, əlaçı olanda və fərqlənməklə gələndə o qədər emosiya alır ki uşaq. Deyirsən ki, Hmm. budur yolu. Mən mütləq Hə, hə. O birisi vaxtlarda o birisi almadığın vaxtlarda o. almırdıq ki, okey də sağsan, yemisən, geyinmisən, yatmısan, Hmm. vəsə. Hmm. Amma sadəcə bu deyil axı Eyni. uşağın ehtiyacı. Uşaq görünmək istəyir və biz o an başa düşdük ki, nə vaxt bizi görürlər, nə vaxt bizə o emosiyalar verirlər. Biz fərqlənməklə gələndə, biz o tabeldə hamısı 5 olanda gələndə o emosiyanı alırıq. Düzdür. Hə, elədir. Amma bu mövzuda ekstra olaraq həm də mənim şəxsi hekayəm olduğu üçün onu paylaşmaq bir mənim ekstra bir həssas hissəmi göstərməyim Hı -hı. deməkdir həm də və o da asan bir təcrübə deyil o. Hı, belə. Çox sağ Çox ol. sağ ol. Mənə maraqlı idi, yəni səndən Çox, danışmaq həmişə ürəyimə yaxşı gəlir. çox sağ ol. Mən də əslində çox səbirsizliklə gözləyirdim. Yenə o hiss var ki, hər şeyi danışmadıq, amma bir saatdan çoxdur danışırıq, yəqin ki, nələrsə çatdıra bildik. İnanıram Onsuz da ki, mümkün deyil hansısa bir mövzunu tema bir çox böyükdür, hə. saatin içində tamamilə əhatə eləyə bilmək bu mümkün deyil, amma müəyyən bir hissələrinə toxunduq bacardığımız qədər. Okay. Çox sağ olasın. Oldu, sağ olun.